Binəqədi İcra Hakimiyyəti Elxan Allahverdiyevdən dəfələrlə əvvəllər video çəkmişəm ki, Binəqədini bu adam öz torpağında sən ev tikmək üçün 10 min, 7 min, 15 min, 2 mərtəbə tikəcəksənsə 30 min, 40 min pul istəyir. Sizin də bəlkə qarşınıza çıxıb Milli Ordunun əməkdaşı olan Bəhruz Alışovun evini söküblər. Və o da buna görə Elxan Allahverdiyevi verib məhkəməyə. Yəni bu tək Bəhruz bəyin başına gəlmir, orada Binəqədidə yaşayan bütün əhalinin başına gəlib. Yəni hər kəs oradan torpaq alıb, ev tikmək istəyirsə 10 min, 15 min bu insana pul verməlidir. Elxan Allahverdiyevin dünən bir videosunu gördüm ki, paylaşıblar ki, Elxan Allahverdiyev vətəndaş qəbulu keçirib. Bu vətəndaş qəbulunu gələnlərin hamısı süpürgəçilər olub. Onları da məcbur ora gətizdirib, otuzdurub ki, ictimaiyyətə ki, güya mən vətəndaş qəbulundayam, güya mən vətəndaşları qəbul edib, onları dinləyib, onların narazılığını aradan qaldırıram. Bunu da mən ifşa etməmişəm. Manşet Az və digər hökumət yönlü medialar paylaşıb. Bu da onu göstərir ki, yəqin ki, Elxan Allahverdiyevin yavaş-yavaş sonudur. Sizə şəkilləri ilə göstərirəm, baxın, orada oturan şəxslər hamısı süpürgəçilər olub. Yəni, heç biri adi vətəndaş olmayıb, sıravi bir vətəndaş deyil ki, gəlib şikayətini desin. Hamısı öz işçiləridir, yığıb ora ki, gəlin mən danışım, siz oturun, mənə qulaq asın. Mən də bunu paylaşım, güya bunlar vətəndaşdırlar.